Salyan rayonunda bir qrup fermer əkin sahələrinin suvarılmasında ciddi çətinliklərlə üzləşdiyini bildirir. Onların sözlərinə görə problem illərdir davam edir və hər mövsüm məhsuldarlığa da təsir göstərir. Mövcud vəziyyət və ideallarla bağlı qaynar xəttimizə edilən müraciəti işıqlandırmışıq. Gəlin birlikdə izləyək. Söhbət Salyan rayonunun Daykənd kəndindən gedir. Əhalinin əsas dolanışıq mənbəyi əkinçilik və heyvandarlıqdır. Fermerlər deyir ki, heyvandarlıq sahəsində ciddi problem olsa da, əkin sahələrinin suvarılması illərdir eyni çətinliklərlə müşahidə olunur. Onların iddiasına görə, arad dövründə suya gec verilir, ya növbəlilik prinsipi pozulur, ya da ümumiyyətlə sahələrə çatmır. Mənim 3 hektar yarım torpaq sahəm var. Pambıq əkimi üçün hal-hazırda arad olunmalıdır. Mən yanvar ayından müqaviləm olduğu üçün müraciət edirəm ki, mənə arad üçün su verilsin, amma verilmir. Hər dəfəsində 2 gün, 3 gün möhlət istəyirlər, kanalların qazılmağını deyirlər. Halbuki su hal-hazırda yoxdur, aradımız gecikir. Gecikən sahədə də şoranlaşma baş verir, həm məhsuldarlıq gecikir. Bizim təsərrüfatımız susuz batır, qırılıq sudan, əziyyət çəkirik. Müqavilə bağlayırıq vaxtı-vaxtında. Müqavilə bağlanır, su gəlib çatmır. Hər il pambığa borc yazılır. Vaxtında suvarılmır, arad olunmur. Məhsulumuz batır gedir. İndi buradan su gedmirsə bizə yaxın nasus var. Biz dəfələrcə müraciət eləmişik ki, buradan bizə 50-60 metr torba atılsın, 35-40 fermerdir. Bu yerlər suvarılsın. Gələn ay əkməliyik, suara bilmirik. Yoxdur su. Bəli, başqa ərazilər suvarılır. Bizim əraziyə çatanda deyir su yoxdur. Fermerlərin sözlərinə görə problem təkcə pambıq əkini ilə məhdudlaşmır. Digər əkin sahələrinin suvarılması da gecikir ki, bu da məhsuldarlıq üçün risk yaradır. Hər il bu vaxtı bu zulmu çəkilir. Hər il bu vaxtı. Arpa əkmişəm, buğda əkmişəm. 4 hektar 37 sotuq yerim var. Məhələ o su aramışam. Arpa aprel aydı, arpa da qalıb, buğda da qalıb. Yəni bundan sonra o məhsulun olacaq. Mən burası nə su arayacam. Su da tələb edilir. Kimə deyirik, qano qazılıb, su veriləcək. Məsələ ilə bağlı Salyan suvarma sahəsi ilə əlaqə saxladıq. Qurum rəsmisi bildirir ki, su kanallarının bir çoxunda təmizləmə və qazılma işləri aparılıb və suvarma prosesi növbəli şəkildə həyata keçirilir. Sözügedən ərazidə fermerlərin problemləri diqqətimizdədir. Nəzərinizə çatdırım ki, ərazidə olan bütün kanallar qazılıb. Hava şəraitindən asılı olaraq 2 günlük fasilə vermişik. Suvarma həmin ərazidə növbəli şəkildə davam etdirilir. Fermerlərə müraciətimiz ondan irəli gəlir ki, növbəli şəkildə suvarmaya diqqət göstərsinlər. Yaxın 2 gün ərzində həmin ərazidə suyun səviyyəsi bərpa olunacaq. Heç bir fermerimiz çalışacaq ki, əziyyət çəkməsin. Rəsmi qurum yaxın günlərdə problemin aradan qaldırılacağını bildirsə də, fermerlər illərdir eyni vədlərin verildiyini deyir. Hazırda isə vaxt fermerlərin əleyhinə işləyir. Əkin mövsümü gecikir, risk isə artır.